Soyuq qış fəslində isti havalarla bağlı xoş bir müjdəni diqqətinizə çatdıracağıq. Bugün Gündəm Xəbərinin efirində 7 fevral tarixidir və fevralın 8-nə olan günün hava haqqında məlumatını Milli Hidrometeorologiya Xidmətinə istinadən diqqətinizə çatdırmaq istəyirik. Belə ki, sabah 8 fevral tarixində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6 dərəcə, gündüz isə 6-9 dərəcə isti olacaq. Bölgələrimizdə gəlincə Azərbaycanın rayonlarında da hava eyni şəkildə yağmursuz keçəcək, lakin gündüz dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşmə ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi isə bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 1-4 dərəcə, gündüz isə 12-17 dərəcə isti olacaq. Dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz isə 5-10 dərəcə isti olacağı gözlənilir.